Həkim, bəs bugünkü gün bu qədərində sadalıyırsınız ki, xəstəliklər artıb. Yaxşı artıb. Biz o xəstəliklərdən necə özümüzü qoruyaq? Bu risklərə necə eləyək ki, az məruz qalaq? Bəli, çox gözəl sualdır. Bunun üçün əvvəldə qeyd etdiyim səbəblərə qarşı tədbirlər görülməlidir. İnsan əvvəla rejimdə olmalıdır, səhər tezdən oyanmalıdır, gecə vaxtında saat 11-də deyək ortalama yatmağı məsləhətdir. Aktiv olmalıdır, idman etməlidir, çalışmalıdır, sağlam qidalanmalıdır. Birdən deyirlər sağlam qida yoxdur, amma inanın ki, sağlam olmayan qidalarımız çoxsa da sağlam qidalarımız da çoxdur. Gəlin belə danışaq, bir zəhmət. İndi ekran başından baxanlar deyəcəklər ki, onu bilirik, elə mən dərd də burasındadır ki, bunu eləyə bilmirik. Ən asandından, ən mümkün olanından başlayaq da ki, necə bu adam bu vərdişləri özündə formalaşdırsın. Məsələn, yatmaqdan tutmuş, idmana qədər, yuxu rejiminə qədər, yeməyə qədər. Bunların ən mümkün life hacklarını deyəsiniz, ən mümkün olanı ki, tənbəllər üçün də, yəni əlində bəhanə axtaranlar heç olmasa bundan başlasınlar. 5 ilə yox, 3 ilə başlasınlar, 2 ilə başlasınlar. Belə hasandından necə giriş verək? Hər şey əslində insanın öz əlindədir. Belə baxsaq, burada çətin bir şey də yoxdur. Zaten belə deyək, gündəlik 8 saatlıq yuxu rejimidirsə, onu hansı saatda yatıb dursam yaxşı olar, insan onu rahatlıqla ayarlaya bilər. Erkən oyanmağı məsləhətdir ki, vaxtında rahat, düzgün yeməyini yeyə bilsin, işinə vaxtında gedə bilsin. Bu özü rejimin bir hissəsidir. Misal üçün, idmana getmək imkanı yoxdur. Açıq havada bir yürüyüş edə bilər ən azından. Və kiçik uğurlardan başlasınlar da, kiçik elementlərdən başlasınlar. Bəli, əlbəttə. Onu vurğulayasınız. Və burada profilaktik tədbirlərdən də biz danışaq, çox vacibdir. İnsanlar onkoloji xəstəliklərə tutulmamaq üçün nə etsinlər, ciddi xəstəliklərə tutulmamaq üçün nə etsinlər? Ən vacib məsələ check-up müayinədir. Onkologiyadan insanları yeganə sığortalayan səbəb check-up müayinədir. Bunun başqa variantı yoxdur. Onkoloji xəstəlik çox vaxt özünü biruzə vermir. Yalnız ağır durumda, 4-cü mərhələdə özünü biruzə verir, bu da artıq gec olur. Ona görə də yeganə çıxış yolu ildə bir dəfə check-up müayinə olunmaq, endoskopik müayinə olsun, ultrasəs müayinə olsun, döş qəfəsi rentgeni olsun, müəyyən qan analizləri olsun. Bu, yeganə qurtulmağın yoludur. Yaponiyada onkoloji xəstəliklərdən dünyasının dəyişmə rəqəmi 1%-in altındadır. O qədər aşağı. Çünki ildə bir dəfə check-up müayinələr hər bir insan üçün yaradılır və o insanlar keçir. Başqa insanın edəcəyi şey təbii ki, mümkün qədər dediyim kimi, yenə də psixonevrolojiyə köklənsək, çıxış yolu odur ki, demək olar ki, 80-90% insanın stres, əsəb problemi var Azərbaycanda. İldə bir dəfə nevroloq, psixoloq, psixoterapevtin konsultasiyasından keçməsi, ehtiyac varsa müalicə alması, sağlam qidalansınlar. İnsanlar deyir ki, sağlam qidalar yoxdur, bütün qidalar zərərlidir. Amma inanın ki, Azərbaycanda şükürlər olsun ki, sağlam təbii qidalarımızın da sayı az deyil. İnsan istəsə, onu tapar da, gətizdirər də, istifadə edər də. Ən yaxşısı, bəhanə axtarmaqdansa, yaxşıya köklənmək lazımdır. Yəni, sən əgər qarşına bir hədəf qoymusansa, bunu rahatlıqla tapa bilərsən. Yəni, istədiyini əldə edə bilərsən. Tam doğrudur. Mən şəxsən xüsusi elə adamlar tanıyıram ki, gedir xüsusi bazarlarda xüsusi polkalar var. O 10 ildir, 15 ildir bu adamdan gedir, həmin məhsulu alır, yenə də gedir, davam eləyir də, yəni axtarır. Doğrudur. Özünü çox düşünən insanlar var. Niyə də siz onlardan... Doğrudur. Vurğulayım ki, əvvəllər market falan belə yox idi. Hamı bazarlara gedirdi. Bax, çox vacib məqamdır. Bəzi məhsullar var ki, tərəvəz olsun, meyvə olsun, yeri gəlsə ağartısı olsun. Əksər məhsulları bazardan almaq daha məsləhətdir. Bazarlara rayonların hər yerindən məhsul gəlir. Amma marketlərdə o deyil. Bəli, tamamilə doğrudur. İnsanlar tənbəllik eləyib, bazara getməyib, belə yaxında olsun deyə hər şeyi gedim marketdən alım. Çox vacib səbəbdir. Tamamilə doğru vurğuluyorsunuz.